Rəvayətə görə Əbu Bakrın radiyallahu anhın xilafəti dönəmində müsəlmanlara aclıq üz verdi. Allah müsəlmanları aclıqdan qorusun. Çünki Rasulullah sallallahu aleyhi və səlləm Allaha belə dua edərdi: Ya Rabbi, aclıqdan sənə sığınıram. O necə də pis bir yoldaşdır. Cəmaatın halı çox çətinləşmişdi. Xəlifə Əbu Bakrın yanına gələrək: Ey Rasulullahın xəlifəsi, yağış yox, torpaq bitirmir, insanlar məhv olacaq, neynəyək dedilər. Xəlifə: Səbr edin, Allahdan qurtuluşun yaxın olduğunu umuram dedi. Və o gecənin səhərsi 1000 dəvəli karvanın Osmanın qapısına qədər gəldiyini gördülər. Tacirlər Osmana: Bu karvanı bizə neçəyə satarsan dedilər. Nə verə bilərsiniz? Dedilər ki, bir dirhəmə 1 dirhəm veririk. Bundan çox verən var. 1 dirhəmə 4 dirhəm veririk. Çox verən var. O zaman 5 veririk. Dedi ki, daha çox verən var. Tacirlər dedilər ki, bu şəhərdə bizdən daha artıq qiymət verən tacir tapa bilməzsən. Osman radiyallahu anh: Allah mənə 1-ə 10 qat qarşılıq verir dedi. Allah istədiyinə də artırır. Ondan daha çox verən varmı? Ondan artıq verə bilərsinizmi? Dedilər ki, xeyr, verə bilmərik. Osman dedi ki, mən sizi Allaha şahid tuturam ki, bu malımı yoxsullara sədəqə verdim. Bəli, o nə gözəl ticarət etdi. Alıcısı aləmlərin Rəbbi olan bir ticarət. Malını Allaha satdı. Onu yoxsulların evlərinə dağıtdı. Hardadır bugün Osman kimisi? Hardadır ki, o malı ilə Allahın rizasını almışdır. Miskinlərə və yetimlərə sahib çıxmışdır. Vallahi bugün heç də vacib olmayan bir şeylərə verdiyiniz pulla yoxsul bir müsəlman ailə yemək ehtiyaclarını ödəyə bilir. Vallahi sənə verilən var dövlətə görə qorx. Qorx ki, əvvəli imtihan olaraq verilib, sonda isə səni əzab olaraq yaxalayar. Hardadır bu ümmətin tacirləri? Hardadır Allahın neymətlərini onun miskin qullarına dağıdanlar? Hardadır bu ümmətin xeyir əməllərdə yarışanları? Allahdan, haqq hesab günündən qorxun və gec olmadan miskin, yoxsul bacı və qardaşlarınıza yardım edin.